Bu görünən Laçın rayonunun Güləbirt kəndi ərazisidir. Güləbirt rayonun üst tərəfində tikilən böyük su ambarıdır, göldür. Gölün təxmini uzunluğu 2 kilometrdən artıq olar, təxmini 3 kilometrə yaxın. Dərinliyi isə burada təxmini 18-20 metrə yaxın dərinliyi var. Bəndin bu hissəsində. Eyni də ki, bu hissədə olar 500-600 metr getdikcə, dağlar arasında keçdikcə daralır. Dağların qoynunda gözəl belə bir dövlətimiz gözəl bir göl yaratmışdı. Təbii ki, Aran rayonlarını suvarma ilə və elektrik enerjisi ilə təmin etmək üçün belə böyük bir göldür. Sərsəngdən və bəzi göllərdən sonra bəlkə ölkədə 3-cü, 4-cüdür böyüklüyünə görə. Dağların arasında inşallah gölün ətrafında gələcəkdə istirahət mərkəzi olar. Xalqımız gələr, göldə çimib istirahət edər.